Tovuz rayonunun Cilovdarlı kəndində yeni uşaq bağçası fəaliyyətə başlayıb. Bağçada təkcə Cilovdarlı kəndindən deyil, ətraf kəndlərdən olan uşaqların da təhsil alması mümkün olacaq. Bağça hüquq elmləri doktoru, akademik İlham Rəhimovun şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə anası Məmmədova Hava Oruc qızının xatirəsinə tikilib. Müasir avadanlıqlarla təhsis olunmuş bu təhsil ocağında uşaqların rahat və təhlükəsiz şəkildə təhsil alması mümkün olacaq. Can sağlığı deyirəm, neçə belə binalar tiksin, düzəltsin xalqına, bir Azərbaycan xalqına, bir tək öz kəndimiz üçün demirəm, hamı üçün deyirəm. Ancaq can sağlığından işləsin, yaratsın, xalqımız da yenə gümrah olsun. Təşəkkür bildiririk. Ona görə ki, Azərbaycanda mən elə hiss edirəm ki, birinci bağçadır. Hamımızın ürəyimizdəndir. Xəyallarımızda gördüyümüz şeyi indi burada adi gördük. Hər şəraiti, yeməkləri, geyməkləri, oturacaqları, oyuncaq yerləri, bütün hər şeyləri birinci yerdədir. Arzu eləyirəm ki, o professor 100 il yaşasın. Canı sağ olsun, atası anası da behiştli olsun. Həm eldə, obada, nə Tovuz rayonu, həm Cilovdarlı kəndində dünyada özünü tanıtıran bir oğlandır. Allah onu həmişə var eləsin, elimizdən, obamızdan əksik etməsin. Özünü 44 günün müharibədə də hər dan, hər dəqiqə bizim Tovuz rayonunun, Azərbaycanın yanında olan oğlan oldu. Allah onu var eləsin, elimizdən, obamızdan əksik eləməsin. İlham Rəhimova öz minnətdarlığımı bildirirəm ki, çünki gələcəyin quruculuğu körpələrimiz üçün belə bir şərait yaradıb və biz inanırıq ki, bu körpələr gələcəkdə İlham Rəhimovun davamçısı olacaqlar, İlham Rəhimov kimi xeyirxah işlər görəcəklər. İlham bəy, salam, hər vaxtınız xeyir olsun. Sizi çox nadir hallarda biz görə bilirik, realda qarşılaşa bilirik. Elə fürsətdən istifadə edib burada da sizdən bir neçə suala cavab tapmaq istəyəcəm. Buyur. İlk sualımız bundan ibarət ki, bizim bu bağçanın açılması regionda təhsil inkişafına böyük töhfədir. Maraqlıdır, bundan sonra da bu kimi layihələrin davamını planlaşdırırsınızmı? Bilməm, fikir vermisiniz, fikir verməmisiniz. Bu kəndə gələndə, o yolla gələndə sağ tərəfdə boş belə bir dənə yer var, elə bir stadiondur. Boşdur. Uşaqlar orada, o məktəbindir. Orada 3 mərtəbəli bir məktəb var. Mənim çoxdandan həqiqi elə bir fikrim var idi ki, orada bir mini stadion kimi uşaqlar üçün, məktəbdə oxuyan uşaqlar üçün bir mini stadion tikmək elə bir fikrimdə var gələcəkdə. Onu da razılaşdıq indi. İlham bəy, maraqlıdır. Bu bağçanın açılışı sizin üçün xeyriyyəçilikdən əlavə öz şəxsi fikrinizdə nələri ifadə edir? Məsələn, siz bunu ananıza həsr eləmişsiniz, öz ananızın xatirəsini həsr eləmişsiniz. O barədə biraz fikirlərinizi bilmək. Bilirsən nətərdir? Bax, fikir ver. Bax, görürsən ağacda yarpaq, elə? Həmişə o vaxt gələndə o yarpaq düşür də, elə? Düşür, sonra məhv olur, gedir. Yarpaq məhv olur, gedir, elədirmi? Hər bir insan da mənim fikrimdə həyatını elə yaşamalıdır ki, o yarpaq kimi bir müddətdən sonra tez məhv olur, getməsin. Məsələn, fikir verirsən, dahi rəssamlar, dahi rəssamdır. O dahi rəssamlar indiyənə kimi nəyin hesabına yaşayırlar onlar? O əsərlərinin, elədirmi? Yəni, o əsərlərinin hesabına görə onlar yaşayırlar. Dahi yazıçılar nəyin hesabına? Şeirlərinin, romanlarının, elədirmi? Dahi siyasətçilər nəyin hesabına? Öz dövlətinə, məmləkətinə başçılıq edəndə, dövlətə başçılıq edəndə o yaxşı xeyirxah işlərindən, dövlətinin müstəqilliyi günə mübarizə aparıb onu bir müstəqillik günə çıxartmaq üçün. Yəni, deyirəm ki, hər bir insan öz yaşadığı dövrdə nəsə eləməlidir ki, yadda qalsın. Elədir? Kimsə kitab yazır. Mən də, məsələn, elm adamı kimi hüquq sahəsində düzdür, kitablar, bir neçə kitabları yazmışam, eləmişəm. Mən də elə hesab eləyirəm ki, o da hər halda məni çox da olmasa bir müvəqqəti bir dövrə qədər yaşadacaqdır. Məsələn, məndə kitablar var hüquq sahəsində. 1830-cu ildir. 1830-cu ilin
hüquq alimi o vaxt kitab yazıbdı, rus dilindədir. O vaxt kitab yazıbdı. Mən ondan indi istifadə edirəm. Bax öz yazılarımda ondan istifadə edirəm. Deməli o yaşayır da. Öyle değil mi? Mən onun oxuyuram, onun fikirlərini təhlil edirəm və onun fikirlərinlə razılaşıram, razılaşmıram, mübahisə edirəm. Onun fikri, nəsə təzə onun fikirlərini əsas götürüb təzə bir şey yaradıram. 1830-cu ildə nə qədər eləyir o? Demək olar ki 200 il eləyir. 200 il elədir. 200 il bir dənə hüquq alimi yaşayır. Düzdür. Əksər əhali onu bilmir, cəmiyyət bilmir. Niyə? Ona görə ki, spesifik bir ixtisas üzrə alimdir. Amma hüquqşünaslar kim elmlə məşğul olur, bilir axı. Elədirmi? İndi bu bağçada. Bax, bu bağça. Bu bağçanı da mən bunu nə öz uşaqlarım üçün, öz nəvələrim üçün eləməmişəm ki bunu. Gördünüz orada uşaqlar. Hamısı onlar üçündür. Yəni mən də demək istəyirəm ki, belə fikirləşirəm ki, bütün hamı nəsə bu həyatda nəsə qoyub getməlidir. Onsuz da hamı gedəcəkdir. Nəsə qoyub getməlidir ki, onu bir müddətdə olsa bir yada salsınlar, yadda qalsın o adam. Bir müddət yox, elə mən əminəm ki, bu uzun illər, bəlkə nəsillər bu. Bilmirəm, onu çətindir demək. Hər halda səndən sonra bir müddət, hansı müddət, nə qədər çəkəcək, hər halda müəyyən qədər səni yada salacaqlar, nəsə bir xoş sözlər deyəcəklər. Yəni demək istəyirəm ki, həyatın, mən elə başa düşürəm ki, həyatın mahiyyəti bundan ibarətdir. Bir də bilirsən nətərdir? İnsan, mən özümü götürürəm də, insan nə vaxt özünü xoşbəxt hiss eləyir? İnsan o vaxt özünü xoşbəxt hiss eləyir ki, nə vaxt ki, kiməsə ayrı bir insanı onu bir şadlandırırsan, ona elə bir hərəkət edirsən, ona elə bir söz deyirsən ki, o sevinir. Yəni ayrısını kimisə sevindirmək, onu şadlandırmaq, onu sevindirmək, o sevindikcə sən də sevinirsən. Deməli sən sevinirsən, sən xoşbəxtsən. Hərənin bir problemi var, hərə bir probleminlə gəlir, müraciət eləyir. Eləsi oldu ki, bir neçə problemi elə yerində elə həll elədim. Eləsi var ki, indi gərək onunla məşğul olmaq lazımdır. Sənət var, ona baxmaq lazımdır. Hərənin cürbəcür problemləri var. İnsandır da, insan həyatda elə bir insan ola bilməz ki, onun hansısa bir problemi olmasın. Və o problemi ola bilsin, bilirsən nətərdir? Bax, mən Leningradda oxuyanda o vaxt, aspirant olan vaxtı mənim bir elmi rəhbərim var idi. Biləyev, mənim elmi rəhbərim idi. O təkcə mənim üçün bir elmi rəhbər kimi deyil idi. O mənim üçün elə bilirsən, həyatımda bir müəllim idi. Doğrudan da birbaşa müəllim idi. Elmi rəhbər kimi də müəllim idi. Ümumiyyətlə bir tərbiyəçi kimi də bir müəllim idi. O Aristotelin bilirsən də bir sözü var, deyir. Valideynlər səni həyata gətirib. Müəllimlər sənə deyir, düz xoş həyat verir. Təxmini elə bir Aristotelin sözü var. O nəyə görə deyirəm, heç vaxt yadımdan çıxartmaram. O mənə bir dəfə dedi ki, mən artıq müdafiə eləmişdim. Mənə dedi ki, bilirsən, bax sən indi müdafiə eləmirsən, gedirsən, ola bilsin, hansısa gələcəkdə bir vəzifələrdə işləyəcəksən, müəyyən bir imkanın olacaqdır, səni tanıyacaqdılar, imkanın olacaqdır, sən bir şeyi yadındasın, sənə deyir insanlar, çoxlu müraciət eləyəcəkdilər öz problemlərindən. Məsələn, gəlib deyəcəkdi ki, o vaxt böyük problemlərdən biridir. İnsanlar Tovuzdan Bakıya gələndə, bir də geri qaydanda bilet almaq çətin idi. Bu, adi bir insan üçün bu böyük problem idi. Deyir o, bax, sənə deyəcəkdi ki, mənə kömək elə bilet alım. Sən fikirləşəcəksən ki, bu xırda bir şeylə mənə nə müraciət eləyir axı? Bu nə problemdir ki, bu məni narahat eləyir bunu? Sən heç vaxt elə fikirləşmə. Sən elə fikirləşginən ki, o onun üçün ən böyük problemdir. Sənin üçün balacadır problem. Amma onun üçün çox böyük problemdir və sən onu balaca bir problemini, sənin üçün balaca, onun üçün böyük problemini həll eləsən, o özünü çox xoşbəxt hiss eləyəcəkdir. Nəyə gətirirəm? Bax, burada da əksəriyyəti gəlir, balaca problemdir. Onun üçün çox böyük problemdir, həyatı problemdir ola bilsin. Onu kimsə həll eləməlidir. Mənim üçün düzdür, elə problem var idi, bayaq dediyim kimi, elə yerindəcə həll elədim. İnsan nə qədər xoşbəxt hiss eləyir özünü.